Avropa İttifaqının Ermənistandakı missiyası bölgədən çıxarılmalıdır. Politoloq İlyas Hüseynov deyir ki, Vaşinqtonda paraflanan sülh müqaviləsi fonunda dövlətlərin sərhəddində üçüncü tərəflərin mövcudluğuna ehtiyac qalmayıb. Onun sözlərinə görə Ermənistan ərazisində yerləşən Avropa İttifaqı missiyası sülh prosesinə töhfə verməyib. Çünki nəzərdə tutulandan fərqli fəaliyyətlə məşğul olub. Çünki Ermənistan ərazisində yerləşmiş Avropa İttifaqının dırnaqarası mülki missiyası sülhə heç bir töhfə vermədi. Lakin təxribatlar törətməklə, Azərbaycan mövqelərinə binokllə müşahidə etməklə yalnız kəşfiyyat məlumatları toplayırdılar. Onların Ermənistan ərazisində müddətinin uzadılması yalnız geosiyasi səbəblərə bağlıdır. Və Avropa İttifaqının, Fransanın burada kəşfiyyat missiyası kimi qalmaqda davam etdilər, əlavə heyətini genişləndirdilər. Hazırki reallıqlarda Azərbaycan və Ermənistanın Vaşinqtonda imzaladığı sənəd tarixi sənəd hesab olunur və bu sənədə uyğun olaraq Avropa İttifaqına regionda heç bir ehtiyac qalmır. Onlar regionu tezliklə tərk edə bilərlər. Politoloqun sözlərinə görə missiya müşahidə etmək adı altında bölgədə gərginliyi artırıb. Qeyd edim ki, Azərbaycan və Ermənistan arasında paraflanan sülh müqaviləsinin 17 maddəsinin 15 maddəsi əvvəlki dövrdə razılaşdırılmışdı. Açıq qalan 2 maddədən biri elə məhz Avropa İttifaqının regionu tərk etməsi ilə bağlıdır. Ermənistan bunu qəbul etdikdən sonra sülh müqaviləsi ilə bağlı bütün maddələr razılaşdırıldı. Bu ilin martında və eləcə də 8 avqustda tarixi sənəd imzalandı. Düşünürəm ki, burada Azərbaycan diplomatiyası böyük üstünlük əldə edir. Çünki kənar geosiyasi mərkəzlər regionu tərk edir. Region müstəqil iqtisadi, siyasi, mədəni, humanitar əməkdaşlıq mərhələsinə daxil olur. Politoloq bildirir ki, bu addımlar regionda təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək. Işaqla Poladova, Xəzər xəbər.